atdı məni. Xuda bilir ki cavan ölməyim qocatdı məni. Kimə deyim ki nigarım gözündən atdı məni. Xuda bilir ki cavan ölməyim qocatdı məni. Zəhra, Zəhra, Zəhra. Halız var. Bilal بعد از رحلت رسول اکرم علما bilirlər cəsarət eləyən məsələlərində. Bilal Habəşi بعد از رحلت پیغمبر azan demədi. Elə ki Peyğəmbər öldü, day azan demədi. Dedi çün mən əgər azan desəm, gərək deyəm əşhədü ənə Aliyyən vəliyyullah. Təbdid elədilər Bilali. Hara? Şamə. Bunu müxtəlif yazıblar. Amma mən bir növ ki eşitmişəm və görmüşəm də onu məhzər üzərinizdir. Bilal Həbəşi bir gecələrin biri yatmışdım aləm-i rüyada. Peyğəmbər Əkrəmi gördüm. Ya Rasulallah. Esselamu aleyke ya Habiballah. Esselamu aleyke ya Nebiyallah. Bilal deyir salam verdim bir Xuda Peyğəmbərə. Gördüm Peyğəmbər elə bil məni danışdırmır. Yine salam arz elədim. Esselamu aleyke ya Resulallah. Rəddi cavab olmadı. Ehsas elədim ağa məndən narahatdir. Ya Batcalı salamından cavabını ardı. Selamun aleykum ve rahmetullah. Ya Bilal senden narahatam. Ağacan neynəmişəm? Dedi Bilal. Dedi Bilal məgər bilməysən qızım Zəhra mərist. Bilal məgər bilməysən? Ağa vallah bilməmişəm. Ağa vallah bilməmişəm. Röya röyay sadiqədir. Peyğəmbərin çox nüdrətən Peyğəmbər əkəsinin yuxusuna gəldi. Röyay sadiqədir. Məxsusən Bilalın yuxusu. Yuxudan ayıldı, əvasını saldı çiyninə bir tərəf Mədinə hərəkət elədi. Gəldi Mədinəyə varid olanda varid Küçəyə Bəni Haşim oldu. İstədi Əlinin qapısını döyə təəccüb elədi. Gördü qapı yanıb. Amma fikr eləmədi Əlinin qapısını yandıralara. Əslən bunu fikr eləmədi. Allah'a təvəkkül qapını verdi. Gördü Hüseyin çıxdı qapıya. Gördü Hüseyin çıxdı qapıya. Hacı Qasıma amadə olsun inşallah. Qapını açmaq, haman Hüseyin çıxdı qapıya. Salam ərsə də salam aleyküm və abim. Ağa gəlmişəm, amma bu nə yadətinə? Dedi Bilal. Qoy gedim nənəmə deyim gəlibsən. Gəldi nənəyə, dedi nənə Bilal gəlib. Gəlib səni görər. Halığı bilər. Burdu Hüseyin, get Bilalə denən çoxdandır səsi eşitməyəm. Ay babamın azan qursun. Ay babamın bəzən. Get minarədə azan denə. Çıxdı minarəyə, Allahu Ekber. Allahu Ekber. İcazə verirsiniz bir yorğun səsinə. Allahu Ekber.
ağa de gördüm nənəm yerindən durdu ayağa. Ay Allah, mən peyğəmbərin qızıyam, incimişəm, yorulmuşam, darıxmışam, vurulmuşam. Ay Allah, rəklərim, qanım, sümücüm şəhadət verir sənin təhlükünə. Əşhədü ən la ilahə illallah, əşhədü ən la ilahə illallah. Amadəsiz deyəm. Hüseyin de gördüm nənəm əlim verdi duvara, durdu ayağa. Bila fasılə getdi mihrab-ı ibadətə tərəf. Onda gördüm Bilal dey, əşhədü ənə Muhammədən Rasulullah. Hüseyin de gördüm nənəm yıkıldı yerə, nənəm yıkıldı yerə. Hasan kaçtı qabağa, Bilal azan demə, nənəm yaşələn ya Zara. Hacı Qasım ağa. Buyurun. Hacı Qasım ağa, buyurun. Bilal azan demə, nənəm yaşələn. Hacı Qasım ağa, buyurun. Allah baba, buyurun. Hacı Qasım, buyurun. Hacı Qasım ağa, buyurun. Ayşələ. Əşhədü ənə Muhammədən Rasulullah. Xudaya ve آبروی قلب شکسته زهرا و به احترام قنوت یک دستی زهرا ellerine ümit sinemize qaytarma. Onun nənəsi səkti eləyirdi. Ayaq başlamamış da gəldi, əlan özün yıxıb qapıya. Əcib yer tapdı bu məclisin axırında, evin abad. Aşıqdır da, gedib yıxılıb qapı dalına. Yəni Hüseyin nənən kimi yıxılmış. Allahu Ekber. Allah eşbazını qardaşsız eləməz. Buraya Fatime-i Suğranı deyadından çıxatma eşqi var da. Baxın, lasımlar. Zeynəb gecələrin biridir, gördüm nənəm namazı şəb qılır. Namazı şəb qılır, amma qunutun bir əlli tutur. Yadımda saxladı. Yavaşçalı yüzündən söçdüm nənə. Nənə dəlili nədir? Gəldi qunutu görməmişdim səndən. Dedi qızım deyəcəyəm amma babuğa deməyəsən qızım. Bu gündən içi qaldım qapı ilə divar arasında. Elə ki yapışdım babuğun əbasından, babuğu aparım yanar. O hizon pare içi əlimə dəydi. O qəmçi içi əl. Nə qədər oxsam ağlayacaqsın, biliyəm aşıqsız da. Biliyəm. O gündən yana qolum qalmır. Zeynəb deyib qaldı mənim yadımda. Elə ki 3 gündən sonra Mədinənin xanımları gəldilər. 3 gündən əmdən sonra gəldilər təsliyyət deməyə. Xanımlar gəldilər cəmalda, dedilər Zeynəb, nənəndən sənə nə nişan edəcək? Baxın mənim axır cümləmdir. Duazat özüz dua eləyin özünüzü. Heyfdir bu məclis. Hamının ürəyi yalan ayna kimi. Zeynəb durdu ayağa. Zeynəb durdu ayağa. Dedi ay Mədinədə. Elə göz qabağında. Nənəmin nişanəsini görmüyorsunuz. Elə göz qabağında. Gələ hamız görəsiniz. Zeynəb nə nişanəsi var? Dedi baxın qapının dalına. Baxın qapının dalına mismarın üstündəki qanı görürsünüz.
Qanın rəddin görərsiniz, bu nənəmin bir nişanəsi.